Əziz dinləyicilərimiz, məktəbimizin radiosu Gələcəyin İşığı FM-in dalğalarına xoş gəlmisiniz. Bugün radionun 340-cı, həm də oktyabr ayına olan sonuncu buraxılışı ilə qarşınızdayıq. Mən 7B sinif şagirdi Əliyeva Nuray sizə Azərbaycanın igid övladlarından biri, şəhid Əli Məcidoğlu Mehdizadənin həyat yolundan danışacağım. Sabah onun şəhidlik zirvəsinə ucalmasından 5 il ötəcək. Bugün biz həmin qəhrəman övladın ölməz xatirəsini dərin ehtiramla yad edir, onun fədakarlığını, mərdliyini və vətən sevgisini qürurla xatırlayırıq. Əli Mehdizadənin igidliyi və vətənpərvərliyi hər birimiz üçün örnəkdir. Onun həyatı göstərir ki, hər bir şəhid, hər bir igid vətən övladı, hər bir qəhrəman əsgər vətənin, xalqın və azadlığın qoruyucusudur. Onların canı, həyatı və ruhu bizim üçün əziz bir sərvətdir. Onların xatirəsi isə əbədidir. Şəhidlər yalnız bir tarixi səhifə deyil, həm də bir millətin qürur, mərdlik və vətən sevgisinin yaşayan simvoludur. Əli Məcidoğlu Mehdizadə uşaqlıq və yeniyetmə illərini doğma Lənkəranda keçirmişdir. O Lənkəran şəhəri Mehman Bağırov adına bir nömrəli tam orta ümumi təhsil məktəbində təhsil almış, burada qazandığı bilik və tərbiyə onun şəxsiyyətinin formalaşmasında mühüm rol oynamışdır. Hər birimizin ürəyində vətənə sevgi var. Amma bəziləri bu sevgini sözlə yox, əməlləri, hərəkətləri və həyatları ilə sübut edirlər. Əli də məhz o qəhrəmanlardan biri idi. Uşaqlıqdan dürüst, mehriban və vətənpərvər xarakterli ilə seçilmiş Əli, həmyaşıdları və müəllimləri arasında böyük hörmət qazanmışdı. Onun gülüşü, sözü, davranışı hər kəsdə iz qoymuş, onu tanıyan hər kəsə güvən və inam bəxş etmişdir. Bu xüsusiyyətlər onu həm yaxşı insan, həm də gələcəyin igid övladı etmişdir. Orta məktəbi uğurla başa vurduqdan sonra Əli Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələrində xidmətə başlamışdır. Onun bu seçimi göstərir ki, hər bir şəhid vətənin müdafiəsi yolunda öz könüllü vətəndaşlıq borcunu yerinə yetirir. 2020-ci ilin sentyabrında başlayan vətən müharibəsi Əli üçün həyatın dönüş nöqtəsi oldu. O Morovdağın, Cəbrayılın, Füzulinin, Xocaləndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, hər bir əməliyyatında cəsarəti və mərdliyi ilə yadda qalmışdır. Cəbrayıl istiqamətində çiynindən qəlbə yarası almasına baxmayaraq, dərhal müalicədən sonra cəbhəyə dönməsi, onun vətənə olan bağlılığının və inadkarlılığının ən parlaq nümunəsidir. Bu bizə göstərir ki, şəhidlərin vətən sevgisi sözlə deyil, hər bir hərəkət, hər addım və hər nəfəs ilə sübut olunur. Şuşa döyüşləri zamanı göstərdiyi şücaət isə xüsusi vurğulanmalıdır. Daşaltı kəndi istiqamətində 1 noyabr 2020-ci ildə həyata keçirilən əməliyyat zamanı qəhrəmancasına şəhid olan Əli Azərbaycan xalqının yaddaşında əbədi qalacaq. Onun igidliyi və fədakarlığı gələcək nəsillərə vətən sevgisinin, qəhrəmanlığın və mərdliyin ən parlaq örnəyi kimi ilham verəcəkdir. Onun hər bir addımı bizə göstərir ki, şəhidlər yalnız döyüş meydanında deyil, həm də hər birimizin qəlbində yaşayır, ruhumuzda işıq saçırlar. Şəhidimizin ölümündən sonra dövlət tərəfindən bir sıra mükafatlarla təltif olunmuşdur. Azərbaycan Müdafiə Naziri tərəfindən şücaətə görə medalı, Prezident İlham Əliyev tərəfindən isə vətən uğrunda cəsur döyüşçü, Şuşanın azad olunmasına görə, Xocaləndin azad olunmasına görə və Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif edilmişdir. Bu medallar yalnız kağız üzərində deyil, şəhidin qəlbindəki vətən sevgisinin, mərdliyin və fədakarlığın əbədiliyinin simvoludur. Vətən müharibəsi zamanı Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələri mühüm döyüş əməliyyatlarında iştirak etmişdir. Cəbhənin müxtəlif istiqamətlərində həyata keçirilən əməliyyatlar nəticəsində düşmənin əsas mövqelərini məhv edilmiş, strateji ərazilər azad edilmişdir. Əli Mehdizadə kimi qəhrəmanlar bu uğurların təmin olunmasında xüsusi rol oynamış, hər bir əməliyyatın uğurla başa çatmasında irəli gedən cəsarətli və vətənpərvər əsgər olmuşdur. Əli Mehdizadənin həyat hekayəsi bizə göstərir ki, vətən uğrunda canını fəda etmək yalnız
əməliyyat deyil, həm də böyük ruh yüksəkliyi, vicdan və əbədi sevgi məsələsidir. Onun xatirəsi hər birimizin qəlbində yaşayacaq. Gələcək nəsillər üçün isə vətən sevgisinin və qəhrəmanlığın əbədilik simvolu olaraq qalacaqdır. Əziz dinləyicilərimiz, gəlin unutmayaq ki, hər bir şəhidin həyatı bizə həm vətən sevgisini, həm də fədakarlığı öyrədir. Onlar bizə göstərir ki, igidlik yalnız döyüş meydanında deyil, həm də qəlbimizdəki vətən sevgisindədir. Hər bir şəhidin ruhu bizə yol göstərən işıqdır. Hər bir igid övlad isə xalqın fəxridir. Onların xatirəsini yaşatmaq, fədakarlığını dəyərləndirmək hər birimiz üçün müqəddəs bir vəzifədir. Gəlin onun xatirəsini hər gün yaşadaq. Vətənimizi sevməkdə və qorumaqda onun izindən gedək. Qəhrəmanlarımızın ruhu qarşısında baş əyək. Onlardan ilham alaraq daha böyük işlərə imza ataq. Hər birimiz öz gündəlik həyatımızda onun kimi mərd və fədakar olaq. Vətən yolunda əbədi sadiqliyi nümunə götürək. Bugün biz yalnız Əli Mehdizadəni xatırlamırıq. Həm də bütün şəhidlərimizin, Azərbaycanın igid oğulları və qızlarının xatirəsini yad edirik. Onlar canlarını, gənc yaşlarını və bütün arzularını vətən yolunda fəda edərək bizə azad və müstəqil bir həyat bəxş etdilər. Şəhidlərimizin qəhrəmanlığı bizə göstərir ki, hər bir azadlıq anı, hər bir uğur, hər bir təhlükəsiz gün onların igidliyi və fədakarlığı sayəsində mümkündür. Sonda deyək ki, şəhidlərimizin xatirəsi yalnız bir anlıq yox, hər zaman qəlbimizdə, düşüncələrimizdə və həyatımızın hər addımında yaşamalıdır. Onların fədakarlığı bizim üçün ən müqəddəs örnəkdir. Gəlin bu müqəddəs örnəyi yaşadaq və gələcək nəsillərə çatdıraq. Dinlədiyiniz üçün təşəkkür edirik. Gələcəyin İşığı FM-də biz yenə də sizlərlə olacağıq. Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızın xatirəsi daim qəlblərimizdə yaşayacaq. Ruhun şad olsun, əziz qəhrəman.